Salam, hər vaxtınız xeyirli olsun. Deməli, bugünkü dərsimiz cazibə qanunu, ağırlıq qüvvəsi və onun təsiri altında hərəkət. Deməli, təbiətdə mövcud olan bütün təsirlər 4 əsas fundamental, yəni ilkin qarşılıqlı təsirin ətrafında birləşir. Bunlardan birincisi qravitasiya qarşılıqlı təsiridir. Deməli, qravitasiya qarşılıqlı təsiri nədir? Makro cisimlər ətrafında olan təsirdir. Yəni, burada cisimlərin ölçüsü çox böyük olmalıdır. İkinci, elektromaqnit qarşılıqlı təsiridir. Elektromaqnit qarşılıqlı təsiri yüklü cisimlər ətrafında deməli mövcud olan qarşılıqlı təsirdir. Və üçüncü, güclü qarşılıqlı təsir. Güclü qarşılıqlı təsir qüvvəsi nüvə daxili qüvvələrin ətrafında olan qarşılıqlı təsirdir və zəif qarşılıqlı təsiri isə deməli nüvə ilə elektronun ətrafında olan nüvə elektron arasında belə deyək də. Bu nüvə daxilidir. Güclü qarşılıqlı təsir qüvvələri hətta nüvənin içində olan yəni proton və neytronları bir-birinə bağlı şəkildə saxlaya bilirlər. Zəif qarşılıqlı təsir qüvvəsi isə nüvə elektron arasında, belə deyək, olan qarşılıqlı təsir qüvvələridir. Gəldik cazibə qanunu. Deməli, deyilir ki, iki cisim bir-birinin kütlələrin hasılı ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib bir qüvvə ilə cəzb edirlər. Bu qüvvə cazibə qüvvəsi adlanır. Cazibə qüvvələri deməli mərkəzi qüvvələrdir və bir cismin mərkəzindən digər cismin mərkəzinə təsir edir və bu qüvvələr cüt qüvvələrdir, eyni zamanda qarşılıqlı təsir qüvvələridir. Qarşılıqlı təsir sözünü harda görülürsə, bilin ki, qüvvələr həmişə bir-birinə bərabər olacaq. Təbii ki, qrafiklər oradan düsturdan gördüyümüzə görə F M1-dən və M2-dən düz asılıdır, R-dən isə tərs mütənasib asılıdır. Buradakı J qravitasiya sabitidir. Qravitasiya sabitinin gəlin vahidini F-in düsturundan oradan çıxardaq. Deməli, burada F-in vahidi Newton, R-in vahidi məsafə olduğuna görə metr olacaq kvadratı ilə, kütlə də olduğuna görə olacaq kiloqramın kvadratı. Newtonu təbii ki, əsas vahiddən açsaq biz kiloqram vur metr böl saniyə kvadratı. Şəkildən gördüyümüz kimi kiloqramların biri ixtisar edəcək və qalacaq bizdə deməli metrin kubu bölünsün kiloqram vur saniyə kvadratı. Deməli, burada iki söhbətimiz var. Nədir? Çox vaxt bu vahidi salırlar. Bu vahidi salırlar və uşaqların ən çox problem çəkdiyi vahidlərdən biridir ki, yadda qalmır. Ya bunu əzbərləmək lazımdır və yaxud da ki, mənim tövsiyəm ən yaxşısı bunu əsas vahidlərlə yox, yəni burada köməkçi vahidlərlə bunu eləyirsiniz, yadınızda saxlayırıq düsturla, oradan çıxardırıq. Və J-nin də qiyməti altdan %67 vurulsun 10 üstü mənfi 11 Newton vur metrin kvadratı böl kiloqram kvadratıdır. Növbəti, qravitasiya sahəsinin intensivliyi. Qravitasiya sahəsinin intensivliyi qravitasiya sahəsində olan deməli bir vektorial kəmiyyətdir. İstiqaməti həmişə yerin mərkəzinə doğru yönəlir. Cismin ümumiyyətlə harda olmasından asılı olmayaraq hər zaman yerin mərkəzinə doğrudur. Bu, eyni zamanda qravitasiya sahəsinin qüvvə xarakteristikasıdır. Qravitasiya sahəsinin intensivliyi yer səthində olan cisimlər üçün J0 bərabərdir. J m bölünsün R kvadratı. Burada M planetin kütləsi, R planetin radiusudur. J haqqında da bayaqlam demişdik. Deməli, buna əsasən J'miz M-lə düz asılıdır. R-dən isə asılıdır tərs mütənasib. İndi, əgər cismimiz yer səthindən müəyyən hündürlükdə olarsa, qravitasiya sahəsinin intensivliyi J m bölünsün R plus H-ın kvadratı şəklində təyin olunacaq. Və yer səthindən yuxarı doğru qalxdıqca da J-nin qiyməti tədricən azalacaq. İndi, uşaqlar, buradan biz nə edə bilərik? İkinci yazdığımız düsturla, yəni bu düsturla, bu düstura baxaq. Bu düsturun ikisinin bir-birinə mən nisbətini götürəcəm. Nisbət götürdüyümüz zaman yuxarıdakı görürük ki, Jm ixtisar gedəcək və R plus H-ı olduğu kimi salıram məxrəcə, aşağıya doğru. Onda J bölünsün J0, 1 bölünsün R plus H bölünsün R-in mötəzi kvadratı ümumi.
J0 vurub keçirəm digər tərəfə. Burada da R-ə bölsəm hər birini J bərabər J0 1 üstəgəl H bölünsün R-in kvadratı. Düsturu əzbərə məsələsi də olar. Bu düsturu ancaq ilərdə sizə bu düstur çox köməyinizə çata bilər. Necə? Məsələn, bu bizdə ən çox harda istifadə olunur? Yer səthindən hündürlük verilir. Ona əsasən qravitasiya sahəsinin intensivliyini tap deyir. Biz orada bu düsturdan istifadə edə bilərik. Məsələn, buna aid bir misal versək, baxa bilərik. Məsələn, deyək ki, H bərabərdir 2R hündürlükdə qravitasiya sahəsinin intensivliyini tap deyir. Nə edirik? Həmən bu düsturda H-ın yerinə 2R yazsaq, fikir verin, J bərabər J0 bölünsün 1 üstə gəlinsin 2R bölünsün R mötərizə kvadratı. Artıq R-lər ixtisar gedəcək. 2 üstə gəl 1 3 kvadratı 9. Demək J0 böl 9 olacaq. Yəni yer səthindəki qiymətdən 9 dəfə az olacaq. Qravitasiya sahəsinin intensivliyi asılıdır. Bir də planetin radiusu və sıxlığından asılıdır. Biz əgər Jm bölünsün R kvadratı ifadəsində m-in əvəzinə rho v yazsaq, təbii ki, planetin kütləsinin yerinə sıxlığı və həcmini yazıram. Planetimiz də bizim nə formasındadır? Kürə formasındadır. Ona görə planetin deməli həcminin yerinə 3/4 pi r kubu yazıram. Bunu yazdığım zaman r kubu ilə r-in kvadratı ixtisar gedir. R-in ancaq bir dənəsi qalacaq oradan. Deməli, onu da yazanda j bərabər 3/4 pi rho j r. Biz uşaqlarla yadda saxlamaq üçün pirojna deyirik buna həmişə. Deməli, j r-dən asılıdır, düz mütənasib. Deməli, bu düstur nə vaxt doğrudur? Bu düstur doğruluğu deməli yer səthinə qədərdir. Yer səthinə qədər. Yerin səthindən yuxarı qalxandan sonra artıq bizim digər düsturumuz ortaya keçir. Yəni, bax, bu düstur ortaya çıxacaq artıq ondan sonra. Jm bölünsün R plus H-ın kvadratı olacaq. Bir də, qravitasiya sahəsinin intensivliyi coğrafi en dairəsindən asılıdır. Yer kürəsi qütblərdən müəyyən qədər basıqdır. Ona görə də oradakı radiusumuz ekvatordakı radiusa baxanda daha kiçikdir və orada J-nin qiyməti daha böyük olur. İndi hal-hazırdakı hesablamalara görə 9,83-dür oradakı J-nin qiyməti. Ekvatordakı J-nin qiyməti isə 9,78 olaraq qəbul edir. Ona görə biz qütblərin ekvatora doğru gəldikcə J-nin qiyməti azalmış olur. Daha çox istifadə olunur harda? RFM məsələlərində istifadə olunur bu tip suallar. Deməli, yerin cazibəsi nəticəsində cisimlərə təsir etdiyi qüvvəyə deməli ağırlıq qüvvəsi deyilir. Və yaxud da ki, belə deyə bilərik ki, yer tərəfindən cismə təsir edən cazibə qüvvəsi ağırlıq qüvvəsidir. Ağırlıq qüvvəsi hər zaman cismin mərkəzindən yerin mərkəzinə doğru yönəlir və yerin cazibəsi nəticəsində yaranır, əlbəttə ki. Eyni ilə oxşardır qravitasiya sahəsinin intensivliyinə. F, J, M, M, R plus H-ın kvadratı kimi yazırıq. Yer səthindən müəyyən hündürlükdə olanda ağırlıq qüvvəsinin qiyməti cazibə qanununa oxşar şəkildədir. Sadəcə burada 1M-in yerinə o planetin kütləsi deməli dayanır. Deməli, məsafənin yerinə isə planetlə üstündəki cisim arasındakı məsafə. Əgər yer səthi yaxınlığında olarsa, H bərabər 0 olar. Ona görə F0 yer səthinin yaxınlığında J balaca vurulsun böyük M bölü R kvadratı olar. F də R-dən tərs asılı olar. Amma yer səthindən müəyyən hündürlük dedikdə, orada artıq müəyyən bir nöqtədən, yəni F0 qiymətindən başlayıb azalan qrafik olacaq. Təbii ki, hər iki hal üçün burada, yəni həm J üçün, həm F üçün H-ın qiyməti yer radiusu ilə müqayisəli olan hündürlüklərdir. Yəni yer səthindən, məsələn deyək ki, 10 metr hündürlükdə sən bu H-ı nəzərə almayacaqsan. Onu J, M bölünsün R kvadratı ilə yazacaqsan. Deməli, indi ağırlıq qüvvəsinin düsturunu biz yazdıq ki, J, M, R plus H-ın kvadratı. J üçün də Jm bölünsün R plus H-ın kvadratı. İndi buradan görürük ki, bu düsturun içərisində Jm bölünsün R plus H-ın kvadratı var. Ona J desək, onda ağırlıq qüvvəsi üçün alacaq F ağırlıq bərabərdir mg. Buradan da J-ni tapan, təbii ki, ağırlıq qüvvəsi cismin kütləsinə düz mütənasib asıldı. Buradan da J-ni tapanda J bərabər olacaq F bölünsün M. Deməli, qravitasiya sahəsinin intensivliyi J nə F-dən, nə M-dən asılı deyil.
Biz bir də əgər f-in əvəzinə yazsaq ki, məsələn, m-a yazsaq, m-a bölünsün m. Onda burada da fikir versəniz, m-lərimiz ixtisar getsə əgər bizim, ixtisar aparsaq m-ləri, onda deməli bu bərabər olacaq nəyə? Deməli, bu bərabər olacaq a-ya. Deməli, qravitasiya sahəsinin intensivliyi eyni zamanda təcildir. Deməli, təcildirsə vahidi demək olmalıdır, metr böl saniyə kvadrat olmalıdır. Amma qravitasiya sahəsinin intensivliyi nə? Belə deyirlər ki, sınaq cismindən və yaxud da ki, sınaq cisminə təsir edən qüvvədən asılı deyil. Nə F-dən, nə M-dən asılı deyil. Deməli, M yerin üstündə olan insanlar kimi qəbul edin, yer kürəsinin üstündə olan. Yəni, bizim kütləmizin qravitasiya sahəsinin intensivliyinə dəxli yoxdur. Yəni, yerdə Əhməd də dayansa, Məmməd də dayansa, yəni hər birinin J-si 9,80 üstü, əgər qütbləri dayanırsa. İndi bayaq J üçün yazdığımız düsturun eynisini biz F üçün də yaza bilərik ki, yəni çıxarışını bir daha yazmırıq. J üçün çıxarışı yazmışıq. F bərabərdir S0 1 plus H bölünsün R-in kvadratı. Bura üçün də aid eləyə bilərik. Deməli, yerin cazibəsi nəticəsində cismin askı və dayağa göstərdiyi təzyiq qüvvəsinə cismin çəkisi deyilir. Deməli, ağırlıq qüvvəsi həmişə təsir nöqtəsi cismin mərkəzindən yerin mərkəzinə. Ancaq çəkinin təsir nöqtəsi isə askı və yaxud da ki, dayağadır. Birinci şəkildə görürsünüzsə, çəki dayağa təsir göstərir. Yəni, dayağı sıxır. Bunun nəticəsində dayağın reaksiya qüvvəsi yaranır. Mail müstəvidə çəki, yəni cismin çəkisi, onu mail müstəviyə sıxır P ilə. Nəticədə əks istiqaməti yenə dayağın reaksiya qüvvəsi yaranır. Üçüncüdə isə müəyyən ipdən asılmış cismimiz var. Ağırlıq qüvvəsi cismə təsir edir. Bu halda onun nəticəsində çəki yaranır. Çəki askıya, yəni ipə təsir edir. İpdə də əks istiqamətdə gəlmə qüvvəsi yaranır. Deməli, gördük ki, çəki nə ilə müqayisə olunur? Qüvvələrlə daim. Deməli, çəki bir qüvvədir və onun da vahidi 1 Newtondur. Əgər cisim bərabər sürətli və ya sükunətdə hərəkət edərsə və yaxud da ki, eyni zamanda buna əlavə eləyə bilərik ki, söhbət şaquli hərəkətdən gedir. Üfüqi hərəkət edərsə, eyni zamanda, o zaman bu cismin çəkisi P bərabərdir mc, yəni ağırlıq qüvvəsinə bərabər olacaq. Əgər bir cismi A təcili ilə şaquli yuxarı hərəkət etdirəriksə, A təcili ilə, o zaman gəlin buradan biz ifadəmizi çıxardaq ki, necə alınacaq. Deməli, ipdən asılmış cismimiz var. mc ağırlıq qüvvəsi aşağıya təsir edir və ipə gəlmə verir, istiqaməti yuxarıya. Cismi də A təcili ilə yuxarı doğru hərəkətlətdirirəmsə, onda Newtonun ikinci qanunu əsasən ma bərabər olmalıdır, T çıxılsın mc. İpdəki gərilmə də bayaqlarım yazdıq ki, bərabərdir ipin gəlmə qüvvəsi də T-yə. Onu da qiymətcə. Onda bunların içində ma bərabər P çıxılsın mc. Çəkini tapanda mc üstə gəl A-dır. Biz həmişə uşaqlarla deyirik ki, yadımıza saxlayırıq ki, yuxarı qalxanda mc üstə gəlinsin, A ilə təyin olunur çəki. Amma bunun xüsusi halı var, təbii ki, ona ayrıca baxacaq. İndi, cismin çəkisinin sükunətdəki çəkisindən neçə dəfə böyük olduğunu göstərən kəmiyyətə isə əlavə yüklənmə deyilir. P bərabərdir mc üstə gəlinsin A şəklində yazsaq, əgər çəkini, P0 üçün də biz yaza bilərik mc, bunları yerinə yazanda m-lər ixtisar gedər və deməli, əlavə yüklənmə üçün 1, mən alacam nəyi? 1 alacam P bölünsün P0 ifadəsi olacaq. Bir də əlavə yüklənmədə ixtisar gedəndə n bərabərdir 1 plus A bölünsün J. Eyni zamanda nə edə bilərik? Biz, məsələn, cisim A təcili ilə yuxarı qalxanda çəkisi artdığına görə həmən bu çəkinin, P-nin, məsələn, P-nin A-dan asılı qrafikini çəkə bilərik. P-nin deməli, A-dan asılı qrafikində müəyyən bir nöqtədən başlayacaq P-miz, P0-dan. Təcil artarsa da
və onun da qiyməti tədricən artmağa başlayacaq. Deməli, burada məsələn, əgər A-mız J-yə bərabərdirsə, təki də MJ üstəgəl J. Yəni 2 dənə MJ olacaq. İndi cismi əgər A təcili ilə şaquli aşağı hərəkət etdirilirsə, gəlin baxaq. MJ aşağı doğru. Deməli, ipin gəlmə qüvvəsinin çəkdiyi yuxarıya doğru və təcilin istiqaməti aşağı. Təcil aşağıdırsa, demək ki, ağırlıq qüvvəsi gərilmədən böyük götürəcək. Ona görə MA bərabərdir. MJ çıxılsın, T kimi yazacaq. T də P-yə bərabər olduğundan yazıb MA bərabərdir. MJ çıxılsın P. Oradan da P-ni tapanda MJ çıxılsın A olacaq. Deməli, bu nədir? A təcili ilə şaquli aşağı hərəkət edən cismin çəkisinin düsturu. Deməli, biz buna sadə şəkildə deyirik ki, yenə də deyirəm, yuxarı qalxanda MJ plus A götürürük çəkini, aşağı düşəndə MJ minus A kimi götürürük. Əgər A J-yə bərabərdirsə, onun da çək ifadəsindən MJ minus J, J-lər də getdiyinə görə 0 olacaq. Cismin çəkisinin 0-a bərabər olduğu hala deyilir, çəkisizlik halı deyilir. Yer ətrafı orbitdə olan kosmonavtlar və yaxud da cisimlər sərbəst düşdüyü zaman onların çəkisi 0-a bərabər olur. İndi liftdəki cismin çəkisinə gəlin baxaq. Liftdəki cismin çəkisində 2 hala baxacaq. Bir şaquli lift yuxarı doğru qalxır, bir də lift aşağı düşür. Əgər lift şaquli yuxarı doğru hərəkət edirsə, deməli, yuxarı doğru hərəkətdə bizim sürətin istiqaməti daim yuxarı doğrudur. Və əgər bizim liftimiz bərabər yeyinləşən hərəkət edirsə, V ilə A-nın istiqaməti eynidir. Ona görə çəki P bərabərdir. MJ üstə gəlinsin A ilə təyin olunacaq. Əgər liftimiz müəyyən müddətdən sonra bərabər sürətlə hərəkət edirsə, sürət sabitdir, təcil 0-dır. Çəki P bərabərdir. MJ ilə təyin olunur. Əgər liftimiz bərabər yavaşlayan hərəkət edirsə, artıq burada lift dayanana yaxındır. Ona görə V ilə A yavaşlayan olduğuna görə əks istiqamətlərdə yönəlir və P bərabər olacaq. MJ çıxılsın A ilə təyin olunacaq. Deməli, başlanğıc anda liftə mindiyimizdə knopkanı bastıq, yuxarı, düyməni bastıq, yuxarı qalxırıqsa, birinci hissədə dizlərimizdə yüngülvari qırılma hiss edirik ki, yəni çəkimiz çünki artır. Lift sonradan bərabər sürətlə hərəkətləyəndə artıq hər şey normallaşır. Ən yuxarıya çatdığımız zaman lift bir anlıq dayananda, hətta ayağımızı atdığımız zaman bunu daha çox hiss edirik. Ayağımızı atdığımız zaman görürük ki, biraz içimiz sanki qıdıqlanmış kimi olur. Çünki MJ minus A, yəni çəkimiz azalmış olur. İndi eyni şəkildə lift aşağıya düşürük. Düyməni bastıq, birinci aşağı düşürük. İstiqamətimiz aşağıyadır, V-nin istiqaməti. V aşağıyadırsa, birinci bərabər yeyinləşən hərəkətçi demək A-nın da istiqaməti aşağı olmalıdır. Onun da çəki MJ minus A-dır. Yenə aşağı düşəndə ürəyimiz yüngülvari qalxmış olur. Ayrıca bir həyəcan hissi verilmiş olur. Bəzən MJ minus A ilə təyin olunur. Əgər hərəkət bərabər sürətlidirsə, təcil 0-dır. Onda çəki MJ ilə təyin olunacaq və bərabər yavaşlayan olanda isə V aşağı, A yuxarı olduğuna görə istiqamətləri çəki MJ üstə gəlinsin A ilə təyin olunacaq. Deməli, bir dənə üstündən keçsək, belə olar ki, yuxarı qalxanda normalı MJ üstə gəl A-dır. Yavaşlayan deyəndə işarəni dəyişirsən. Aşağı düşəndə normalı MJ minus A-dır hər zaman. Amma yavaşlayan deyəndə işarəni dəyişirsən J plus A olur. Ağırlıq qüvvəsinin təsiri altında hərəkət. Birinci. Deməli uşaqlar, ağırlıq qüvvəsinin təsiri altında hərəkət deyəndə biz digər qüvvələrin heç birini nəzərə almırıq. Yəni burada ancaq ağırlıq qüvvəsi, müqavimət qüvvəsi yoxdur. Cisim haraynansa sürtünmə qüvvəsi yoxdur. Heç biri yoxdur. Ağırlıq qüvvəsinin təsiri altında hərəkət. Elə bil ki, cisim vakuumda düşür. Elə təsəvvürləyəcəyik. Bunun deməli biz keçirik 3 halını. Başlanğıc sürətlə şaquli aşağı atılmış cisim. Cismi əsəbləşib içəriyə girəndə, məsələn, sinifə girəndə müəllim jurnalı əsəblə stolun üstünə çırpır. Bu ona bir misal ola bilər.
V0 başlanğıc sürəti cismi aşağıya atdıq. Aşağı doğru düşdükcə bu cismin hərəkəti təbii ki, bərabər sürətli hərəkət olacaq. Və fikir versək, başlanğıc sürətin istiqaməti y oxunun əksi istiqamətindədir. Qravitasiya sahəsinin intensivliyi, yəni J də hər zaman onsuz da yerin mərkəzinə doğrudur, yəni aşağıya doğru. V ilə J də eyni istiqamətdədirsə, təbii ki, olmalıdır bərabər yeniləşən. Deməli, onda sürətin y toplanan üçün yazsaq, mənfi V0 çıxılsın JT olacaq. Çünki V də y oxunun əksinədir, J də. Sürətin modulu haqqında yazsaq isə modulu V bərabərdir, V0 üstəgəl JT olacaq. Qrafiklərdə bizim müəyyən bir nöqtədən başlayan düz mütənasib asılılıq olacaq qrafiklər. İndi buradakı cismin yer dəyişməsi. SY işarələyə bilərik. HY kimi istifadə edə bilərik. Bunları yazdığımız zaman mənfi V0T çıx JT kvadratı bölü 2 olacaq. Deməli, burada hərəkətimiz Y oxunun əksinə və müəyyən H nöqtəsindən olduğuna görə H-dan başlayıb yeniləşən hərəkətin qrafiki kimi bir qrafik olacaq. Bu halda cismin yer dəyişməsi isə, bayaq yazdığımız yer dəyişmənin proyeksiyası idi. Yer dəyişməsi isə olacaq V0T üstəgəl JT kvadratı bölünsün 2. H-ımız, deməli, T-dən təbii ki, asıldır, kvadratik. Biz yeniləşən hərəkətdə, belə deyək də, düz xətli bərabər yeniləşən hərəkətdə S üçün hansı ifadələri istifadə ediriksə, burada da o ifadələri istifadə edə bilərik. Sadəcə əvəzləməmiz var. Nədir? S-in yerinə orada üfüqi hərəkətdir. S-lə işarələyirik. Burada yer dəyişməni H-la işarələyəcək. Orada, məsələn, deyək ki, təcili biz A ilə işarələyirik. Burada təcilimiz sərbəst düşmə təcilidir. Onu J ilə işarələyəcək. Deməli, onun üçün H bərabər V plus V0 bölü 2 vur T. Orta sürət vurulsun T kimi də yaza bilərsiniz. Və yaxud da ki, H bərabər V0-ın kvadratı. Burada deməli V kvadratı deməli çıxılsın V0-ın kvadratı bölünsün 2A, 2J olacaq. Bir də V bərabərdir V0-ın kvadratı üstəgəl 2JH kimi yaza bilərik. Bir də əgər yadınızdadırsa, bərabər yeniləşən hərəkət üçün, sükunətdən başlamayan hərəkət üçün biz S-in, yəni n-ci saniyədə gedilən yol düsturu haqqında danışmışdıq. N-ci saniyədə gedilən yol düsturu V0 üstəgəl J bölünsün 2, 2n-1-dir. Biz bunu hansını tanıyırıq? Biz bunu tanıyırıq. S-n bərabərdir V0 üstəgəl A bölü 2, 2n-1. Dediyimiz kimi S-in yerinə H, J-nin yerinə, A-nın yerinə isə J gəlir. İndi ikinci hərəkətimiz bizim sərbəst düşmədir. Deməli, sərbəst düşmə nədir? Sərbəst düşmə başlanğıc sürəti olmayan hərəkətdir. Binanın başından dayanırsan, almanı aşağı buraxırsan. Amma təbii ki, aşağıda heç kim olmamalıdır, ona diqqət etmək lazımdır. Kimisə başına dəyib, kimisə şikəst eləmək olmaz. Deməli, onda burada bayaqki dediklərimizin hamısı bura uyğundur. Sadəcə V0-ları tullayırsan qırağa. V0-ları olmur bayaqki hərəkətdə. Deməli, VY olacaq mənfi JT, V-miz olacaq JT. Qrafiklərimiz düz mütənasib, sıfırdan başlayan qrafik. SY-də HY olacaq mənfi JT kvadratı bölünsün ki, H-ımız olacaq JT kvadratı bölünsün ki. YT-dən asıllığı burada yenə səhvləmişik, düzül hesabını. Deməli, bunun qrafiki müəyyən bir nöqtədən təbii ki, H-dan başlayıb ağzı aşağı olan qrafik olacaq. Deməli, H-ımız T-dən isə asılı olacaq kvadratik asıllıq. Deməli, burada əgər sonuncu ifadədən, yəni bundan mən əgər T-nin tapası olsam, T bərabər olacaq nəyə? T bərabər olacaq kök altda 2H bölünsün J. TH-dan asılı olacaq, yəni kökdə. Bayaqki ifadədən yenə V0-ları silsək, H bərabərdir VT bölü 2, H bərabərdir V kvadratı bölü 2J olacaq və V bərabərdir tapsaq kök altda 2JH. V-miz də H-dan asılı olacaq kökdə. Burada da n-ci saniyədə cismin getdiyi yol HN, J bölünsün 2, 2n-1. İndi gəlin buna bir misal halında baxaq. Bir üsul var. O haqda deyəcəm. Əgər bu üsulu mənimsəyə bilsəniz, ondan sonra sərbəst düşmə və yaxud da şaqıl yuxarı atılma hərəkətləri sizin üçün çox rahat olacaq. Üsulumuz nədir? Budur. Deməli,
biz sürət düsturu olaraq götürəcəyik nəyi? V bərabərdir. GT-ni götürəcəyik. Deməli, biz yol düsturu kimi ümumi yol və yaxud da ki, ümumi yer dəyişmək üçün H bərabərdir. GT kvadratı bölünsün 2-ni götürəcəyik. Və biz hər saniyədəki yer dəyişimi üçün də H bərabərdir. J bölünsün 2, 2n minus 1-i götürəcəyik. İndi hər saniyə üçün gəlin bunu nəzərdən keçirək. JT-də yerinə yazaq. Birinci saniyədə sürətimiz 10 olacaq. İkinci saniyədə J10, T-nin də yerini 2 yazıram. İləyəcək 20. Üçüncü saniyə J10, T-nin yerini 3. İləyəcək 30. İndi axırı olsa, yəni sonrası 4-cü saniyə olacaq 40. Sonra olacaq 50. Deməli, sürətimiz 0-dan başlayaraq hər saniyədə 10-un artır. Cismin getdiyi ümumi yol üçün H bərabərdir GT kvadratı bölünsün 2. Bu birinci saniyədə yerinə yazsan 5 alınacaq. 2 saniyədə, bağışlayın, 1 saniyədə 5. 2 saniyədə 10 vurulsun 2-nin kvadratı bölü 2, 20. 3 saniyə yazsaq isə olacaq 10 vurulsun 3-ün kvadratı bölünsün 2. Bu da olacaq 45. İndi cismin hər saniyədə yer dəyişməsi üçün yenə J'miz 10 olacaq, saniyələrdə yerinə yazıram. Deməli, birinci saniyə 10 bölü 2, 2 vur 1 çıx 1, buradan 5 eləyəcək. İkinci saniyə yazsam 10 bölü 2, 2 vur 2 çıx 1, bu alınacaq 15. Üçüncü saniyə üçün yazsam 10 bölü 2, 2 vur 3 çıxılsın 1. Bu da elədir 25. Deməli, buradan çıxan nəticə nədir uşaqlar? Buradan çıxan nəticə görürük ki, hər saniyədə cismin yer dəyişməsi bu 5-lər şəklində də, yəni 5, 15, 25. Deməli, sonrası nə olacaq? 35, ondan sonra nə olacaq? 45, ondan sonra 55. Yəni, bu formada davam edir. Onda deməli, mən bunu bir sxem kimi göstərəsi olsam. Baxın, hər saniyə üçün, məsələn, qeydimizi götürmüşük burada. Birinci saniyə. Demək, birinci saniyədə nə qədər gedir? Birinci saniyədə getdi 5 metr. Sürətdə 10 artdı, elədi 10. İkinci saniyə. Nə qədər getdi? 15 metr. 2 saniyədə sonra sürəti 20. Yəni 10-unu artırıram. Üçüncü saniyə. Demək, sürət olmalıdır 30. Üçüncü saniyəni hesablayıram ki, 5, 15. Üçüncü olmalıdır. Deməli, 25. Dördüncü saniyə. Sürət olacaq 40. Yer dəyişmə olacaq 35. Beşinci saniyə götürsəm. 5 olduğuna görə V5-də 50, ona vuram. Yer dəyişmə də 35-dən sonra gəlir 45. İndi bunu biz nə təri istifadə edə bilərik rahatlıqla? Bunun rahatlıq istifadəsi bundadır. Məsələn, desək ki, sərbəst düşən cisim üçün 3 saniyədə getdiyi yolu tapın. Deyək ki, mənim bu ortada olan ifadəm GT kvadratı bölünsün ki, yadımdan çıxıb. Yaddan çıxıbsa, demək, nə edəcəm? Bu üsula keçirəm. Deməli, zamanı verib mənə 3 saniyə. Deməli, mən də hesablayıram ki, 3 saniyədə mən nə qədər gedirdi? 5, 15, 25. 5, 15, 25. Bunu istifadə elədim. Üçünü topladım. Deməli, nə elədi? 20, 25, elədi 45 metr. Bu formada rahatlıqla tapmaq mümkündür. İndi keçək növbəti hissəmiz. Başlanğıc sürətlə şaqıl yuxarı atılmış cismin hərəkəti. Cismi başlanğıc sürətlə şaqıl yuxarı atıram. Deməli, V0 Y oxu istiqamətindədir. J-nin istiqaməti əksinədir. Sürətlə təcil əks istiqamətdədir. Avtomatik, deməli, hərəkətimiz olur bərabər yavaşlayan hərəkət. VY bərabərdir V0 çıxılsın JT. V-nin başlanğıc sürətlə şaqıl yuxarı atılmış cismin hərəkəti. Deməli, cismi V0 sürətlə yuxarı atırıq. Buradan görürük ki, V0 ilə Y oxu əksinə. Eyni istiqamətdədir. J isə Y oxunun əksinədir. Deməli, buradan çıxan nəticə nədir? V ilə əgər J əks istiqamətdədirsə, hərəkət bərabər yavaşlayandır. Ona görə VY toplanan V0 çıxılsın JT olacaq. Onda VY-in T-dən asılı qrafikində qrafik 2 hissədən ibarət olacaq. Birinci hissədə cisim maksimal qalxma hündürlüyünə qədər qalxır müəyyən bir nöqtəyə qədər. Orada bir anlıq dayanır. Sonra oradan aşağıya doğru geri düşür. Deməli, ikinci hissədə düşəndə isə sərbəst şəkildə düşür. Ona görə qrafikimiz də 2 hissədən ibarətdir bizim. İndi biz dedik ki, cismi yuxarı atdığımız zaman maksimal qalxma hündürlüyündə cisim bir anlıq dayanacaq. Ona görə V bərabərdir. V0 çıxılsın JT qalxma və orada cisim dayandığına görə cismin sürəti 0 olacaq. Onda V0 bərabər olacaq JT qalxma. Onda mən burada nə tapa bilərəm? Yaza bilərəm ki, T qalxma
deməli, bərabər olacaq. V0 bölünsün J. Deməli, cisim neçə saniyə yuxarı qalxarsa, o müddətə də geri düşməlidir. Onu da mən deyə bilərəm ki, cismin ümumi uçuş müddəti T uçuş bərabərdir. T qalxma üstə gəlinsin T düşmə. Və dedim ki, T qalxma ilə T düşmə bir-birinə bərabərdir. Onda bunu eyni zamanda mən 2T qalxma kimi də yaza bilərəm. Deməli, onda bunu nəzərə alanda uçuş müddəti üçün mən düsturu çıxartmış oluram ki, T uçuş bərabərdir 2 V0 bölünsün J. Bu cismin şaquli yuxarı atılmış cismin uçuş müddətinin düsturudur. Bu düsturdan görünən nədir? Deməli, uçuş müddəti T uçuş, deməli, V0-dan asılıdır, düz mütənasib. Ən əsası və uşaqların ən çox çaşdırdığı məsələlərdən biri uçuş müddətinin cismin kütləsindən asılıdır. Uçuş müddəti cismin kütləsindən asılı deyil. Və yaxud da ki, cismin sürəti cismin kütləsindən asılı deyil bunların heç biri. Burada düsturda yoxdursa, deməli, asılı deyirlər. İndi biz cismin yer dəyişməsi üçün düsturlarımızı yazaq. Yer dəyişmənin proyeksiyasını SY və yaxud da HY yaza bilərik. V0T çıx JT kvadratı. H da bərabərdir. V0T çıx JT kvadratı bölü 2 olacaq. Y-in və H-ın qrafikləri eyni qrafiklərdir. Yenə qrafiklərimiz 2 hissədən ibarətdir. Görürük ki, birincisi yavaşlayan hərəkətə oxşuyur, ikincisi isə oxşuyur yeniləşən hərəkətə. Burada biz H üçün bayaqki düsturlarımızı yaza bilərik yenə. V plus V0 bölünsün 2 vurulsun T. Hərəkət yavaşlayan olduğuna görə, məsələn, sürət düsturumuz V0-ın kvadratı çıxılsın 2JH kimi yaza bilərik. Soramlarım, cismin eninci saniyədəki getdiyi yol yuxarı atmışıqsa, yavaşlayanca V0 çıx J bölünsün 2, 2N minus 1 kimi yaza bilərik. Bir də H üçün yazmışdıq ki, V0-ın kvadratı çıxılsın V-nin kvadratı bölünsün 2J. İndi bayaq dedik ki, maksimal qalxma hündürlüyündə cismin sürəti 0-a bərabərdir. Əgər sürət 0-dırsa, onda yuxarıdakı ifadə V-ni mən 0 eləsəm, H maksimal V0-ın kvadratı bölü 2J olacaq. Demək, maksimal qalxma hündürlüyü başlanğıc sürətdən kvadratik asılıdır. Yenə də maksimal qalxma hündürlüyü kütlədən asılı deyil. Və bayaq yazdıq ki, T qalxma müddəti V0 bölünsün J-yə bərabərdir. Onda V0-ı əvəzləsək buradan V0 bölünsün JT qalxma olacaq. Bunu aparıb bayaqki H maksimalın ifadəsində, yəni hansı ifadədə? Baxın, bu ifadədə aparıb yerinə yazırım. Deməli, yerinə yazanda onda H maksimal J-nin kvadratı, T qalxmanın kvadratı bölü 2J. Buradan da nə olacaq? Deməli, buradan da J-lərimiz ixtisar gedəcək. Qalacaq JT qalxmanın kvadratı bölü 2. Deməli, maksimal qalxma hündürlüyü eyni zamanda qalxma müddətindən də kvadratik asılıdır. İndi şaquli yuxarı atılmış cisim üçün yenə bayaq yazdığımıza uyğun şəkildə gəlin bir dənə asıllıq yazaq. İndi deyək ki, cismin sürət düsturu üçün mən deyirəm V bərabərdir V0 çıx JT. Cismin istənilən zaman anındakı yer dəyişməsi üçün V0T çıx JT kvadratı bölünsün 2. Və hər saniyədəki yer dəyişməsi üçün isə V0 çıxılsın J bölü 2, 2N minus 1 deyirik. İndi birinci saniyədə əgər onun qiymətini nəzərə alası olsam, deməli nə olacaq? 40 çıxılsın. Məsələn, deyək ki, cismi atmışam, başlanğıc sürət olaraq 40 götürmüşəm. Başlanğıc sürət. V0-ı 40 götürmüşük. Demək, 40 çıxılsın, 10 vurulsun 1. Demək olacaq 30. İkinci saniyədə 40 çıxılsın, 10 vurulsun 2. Elədir 20. Üçüncü saniyədə 40 çıxılsın, 10 vurulsun 3. Elədir 10. Dördüncü saniyədə 40 çıxılsın, 10 vurulsun 4. Elədir 0. Deməli, buradan gördüyümüz nədir? Cismin sürəti yuxarı doğru qalxdıqca 10'un azalır. Sonda 0 olur. 5-ci saniyədə baxsaq, 40 çıxılsın, 10 vurulsun 5. Aha, burada alırıq mənfi 10. Mənfi 10 nəyə göstərir? Mənfi 10'u göstərir ki, artıq hərəkətin istiqaməti dəyişdi. Deməli, artıq cisim aşağı düşür.
Və sən 0 olanda bilməlisən ki, artıq 0-da cisim maksimum qalxma hündürlüyündədir. İndi hər saniyə üçün yer dəyişməyə fikir verin. Məsələn, hər saniyə üçün yer dəyişmə düsturlarımızda deməli birinci saniyə üçün 40 vurulsun 1, yenə 40 ilə 60 da dediyimiz kimi. 10 vurulsun 1-in kvadratı bölünsün 2. Eləyəcək 35 metr. İkinci saniyədə yenə hesablayırıq. Gəlir 60 metr. Üçüncü saniyədə 75 metr. Eyni şəkildə hesablayırıq. Dördüncü saniyədə olur 80 metr. Aha, 5-ci saniyədə yenə gəldi 75 metr. Demək nə oldu? Cisim yenə başlayır aşağı düşməyə. İndi digər tərəfdən baxırıq. Hər saniyədəki yer dəyişməyə. Deməli, hər saniyədə olan yer dəyişmə. 40 çıxılsın 10 bölünsün ki, 2 vur 1 çıxılsın 1. Yerinə yazırıq sadəcə. Birinci saniyədə demək olur 35 metr. Sonra gəldi ikinci saniyədə 25 metr. Üçüncü saniyədə hesabladığımız zaman olacaq 15 metr. Dördüncü saniyədə 5 metr. Deməli, görürük ki, burada da bir qanun uyğunluq var. Bayaq dediyimiz qanun uyğunluqda necə idi? 5, 15, 25, 35 idi. Burada tərsinə qalxır. 35, 25, 15, 5. Aha, və 5-ci saniyə. Yerinə qoyduq. Gördük ki, nə aldı? -5. Demək, cisim nə edir? Aşağı düşür. 5 metr. Demək, növbətində olacaq necə? 15 metr. Sonra 25 metr, sonra 35 metr. Ondan sonra da dəydi yerə. İndi bu dediklərimizi əgər qrafikin üzərində göstərəsi olsa, qrafikin üzərində gəlin bunu çəkək bir dənə. Əgər bunu öyrəndinizsə, bundan sonrası sizə artıq rahat olacaq. Deməli, gəlin başlayaq. Deyək ki, cismi 40 ilə atdım yuxarıya. Sürət nə edəcək? Hər saniyədə 10 azalacaq. 30, 20, 10 və 4-cü saniyədə 0. Sonra yenidən aşağı düşür. Sürət nə edir? Yenə 10 artır. 10, 20, 30 və oldu 40. Sonralarım, hər saniyədə cismin yer dəyişməsi üçün. Yer dəyişməsi hər saniyədə. Deməli, birincidə 5, daşını yuxarı atmışıq. Deməli, oldu 35. Sonra yuxarı qalxdıq 25, sonra 15, sonra 5. Sonra aşağı düşür təzəmdə 5, 15, 25, 35. Yəni, buna biz belə də baxa bilərik də. İndi gəlin buna aid bir misal verək. Məsələn, misalımız belədir. Şaqıl yuxarı 40 metr bölü saniyə başlanğıc sürəti atılmış cismin 6 saniyədə getdiyi yol və yer dəyişməni tapın. Yer dəyişməni istənilən an düsturla tapa bilərsiniz. Bu çox rahatdır. Yəni, düsturumuz nədir? H bərabərdir. V0 T çıx JT kvadratı bölünsün 2 yazacaqsın. Hesablayaq. Deməli, V0'ımız bizim 40 vurulsun. Neçənci saniyə deyirəm? 6-cı saniyə deyirəm. Vurulsun 6 çıx 10. Deməli, vurulsun 6'nın kvadratı bölünsün 2. Deməli, eləyəcək 46 elədir 240 çıxılsın 6'nın kvadratı demək 36 360 yarısı 180. Bu da eləyəcək 60 əgər səhv etmirəmsə. İndi digər əgər cismin getdiyi yolu tapası olsan əgər bunun müxtəlif üsulları var. Amma bir dənə fikir verin. Mən 40 ilə cismi yuxarı atmışamsa, indi gəlirik mənim dediyim üsula. 40 ilə yuxarı atmışamsa, mən bu cismin uçuş müddətini və yaxud da ki, qalxma müddətini təyin edə bilərəm. Yəni, V0 bölünsün, J kimi yazsam, 40 bölünsün 10, bu eləyəcək 4 saniyə. Deməli, 4 saniyə. Və yaxud da ki, məsələn, cismin uçuş müddətini buradan tapa bilərik. Uçuş müddəti də 2T qalxmadır da. 2 vurulsun 4. 8 saniyə. Deməli, 40 ilə atılan cisim 8 saniyə hərəkətdə olmalıdır. Ancaq məndən istəyir nəyi? 6 saniyədə olanı. Deməli, mənə verilən bu 6 saniyənin içərisində nə var? 6 saniyənin içərisində 4 saniyə qalxma müddətidir. Onun 2 saniyəsi isə düşmə müddətidir. Deməli, 4 saniyə qalxırsa, həmən bu sxemi qururam. 4 saniyə üçün. 5, 15, 25, 35. Bunu qurdum. İndi deyirəm ki, bayaq dediyimi bura tətbiq edirəm. 4 saniyəsini qalxıram. 4 saniyə buradan bura qalxdım. Ümumi hamısını topladım. 5, 15, 25, 35. Nə eləyəcək? 35, 25 elədir. 60, 15 də 20. Bu tərəfdə eləyəcək 80 metr. Sonra 2 saniyəndə düşürəm.
2 saniyəni düşdüm buradan bura. 2 saniyəni düşdüm 5, 15, bu da 20. Deməli, cismin getdiyi yol nə qədərdir? L bərabər olacaq 80 üstəgəl 20. 80 üstəgəl 20. Yəni 100 metr. Və yaxud da ki, məsələn, cismin getdiyi yer dəyişməsini, məsələn, deyək ki, heç bunu hesablamadan əgər çəkdiksə, artıq şəkildən yer dəyişməni biz rahatlıqla görə bilirik. Burada bizim yer dəyişməmiz hansıdır uşaqlar? Yer dəyişməmiz, baxın, budur da. Başlanğıcı buradır. Buradan bura qədər olan məsafə. Demək, bunu da necə tapıram? Baxın. Bu da bizim yer dəyişməmiz. 25-35. İkisini toplasaq eləyəcək 60 metr. Bayaqki bizim aldığımız 60 metrdən eyni. Amma bu sxemi bir dəfə öyrənsəniz, sxem sizin üçün daha rahat olacaq. Və son olaraq kosmik sürətlər. Deməli, cismi yerin süni peykinə çevirmək üçün lazım olan minimal sürətə birinci kosmik sürət deyilir. Birinci kosmik sürətin ifadəsi yer səthi yaxınlığında Jm bölünsün R və təyin olunur. Yəni, bu ifadə ilə təyin olunur. Yerdən uzaqlaşdıqca kosmik sürətin də qiyməti təbii ki azalacaq. Bu azalma necə olur? Bayaqlarım yazdığımız ifadələrin içərisində olduğu kimi Jm bölünsün R plus H şəklində. Müəyyən bir nöqtədən başlayır və tədricən azala yəni gedir. İndi bu yazdığımız iki ifadənin bir-birinə nisbətini götürək. Deməli, birinci kosmik sürət V-ni bölürəm V1-ə. Ümumi kökün altına alsaq Jm bölünsün R plus H. Burada da Jm bölünsün R olacaq. Buradan görürük ki, Jm ikisində də var. İxtisar edəcək. R plus H-ı da məxrəcə salsam, onda V1-ə də vursam təzədən bir də V bərabər olacaq. V1 bölünsün 1 plus H bölünsün R. Deməli, bu olacaq bizim yer səthindən müəyyən hündürlükdə birinci kosmik sürətin ifadəsi. Yenə deyirik, buradakı H yerin radiusu ilə müqayisəli olan hündürlüklərdir. 100 metr, yəni 100 kilometr zət o nəzərə alınır. 6400 kilometr zət bula nəzərə alınır. Deməli, yer səthi yaxınlığındakı düsturda Jm bölünsün R-də ifadənin yuxarısını və aşağısını R-ə vururam. Deməli, yuxarısını və aşağısını R-ə vurduğumuz zaman Jm bölünsün R kvadratı da yer səthində olan qravitasiya sahəsinin intensivliyinin qiymətidir. Bunları nəzərə alanda yer səthi yaxınlığındakı birinci kosmik sürət üçün 8 km/saniyə alıram. Əgər cismə biz 8 km/saniyə sürət versək, demək o çıxacaq yerin ətrafında başlayacaq fırlanmağa. Yəni yerin süni peykinə çevriləcək. İndi süni peykdə hərəkət sürətinin planetin sıxlığından asılılığı da var. Başqa planetlərdə necə hesablanır? Məsələn, yer səthi yaxınlığı üçün Jm bölü R yazmışıq. M-in əvəzinə buradan ρV yazacağım. V-nin də əvəzinə 3/4 pi r kubu. Çünki planetimiz kürə formasındadır. Bunları yerinə yazanda, deməli, R-in kubu ilə aşağıdakı R ixtisar gedir. R-in kvadratı qalır. Deməli, 2R də oradan çıxdığı zaman çölə 2R vurulsun kök altda pi ρ bölünsün 3 alarıq. Bir də yer ətrafı orbitdə fırlanan kosmik gəminin periodu və yaxud da ki, buna deyirlər, məsələn, Keplerin 3-cü qanunu bu günəşin ətrafında fırlanan planetlər üçün də yəni doğrudur. Kosmik sürətin düsturu V1 bərabərdir 2 pi r bölünsün T. Deyək ki, çeviri üzrə hərəkət edir, 2 pi r bölünsün T ilə də qəbul edirəm. Buradan T-ni tapsam 2 pi r bölünsün V yazacağım. V birinci kosmik sürətin ifadəsini 2 pi r bölünsün V-nin də yerinə Jm bölünsün R yazacağım. Təbii ki, bunları yuxarı qaldırsam, onda T bərabər olacaq 2 pi r kök altında R bölünsün Jm ifadəsi. İfadəni bir dəfə kvadrata yüksəldirəm. T-nin kvadratı, 4pi-nin kvadratı, R-in kvadratı kök düşür. R bölünsün Jm qalır. Bunu da vursaq 4pi kvadrat R kubu Jm. Bizə burada lazım olan nədir? Bizə burada lazım olan odur ki, T-nin kvadratı görürük ki, asılıdır R-in kubu ilə. Və yaxud da ki, T1-in kvadratı bölünsün T2-in kvadratı, o da bərabərdir R1-in kubu bölünsün R2-in kubu. Bax, bu sonuncu ifadədə Keplerin 3-cü qanunu adlanır.